Dostlar salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə DİM 2000 test topludan hardware hissəsinin izahına baxacağıq. Hardware 24-cü sualdan 46-cı suala qədər davam edir. Başlayaq 24-cü sualda. Deməli, üçüncü nəsil kompüterlərin meydana çıxması ilə əlaqədardır. Ümumiyyətlə, kompüterlər element bazasına görə, yaranma tarixinə görə nəsillərə bölünür. Birinci nəsil kompüterlərin element bazası elektron lampalar olub, ikinci nəsil kompüterlərdə tranzistorlar olub, üçüncü nəsildə integral sxemlər olub, dördüncü nəsildə isə biz çibislər, yəni böyük integral sxemlər və çox böyük integral sxemlər olub. Üçüncü nəsil meydana gəlməsi səbəbi isə tranzistorlardan elektron integral sxemlərə keçid olduğu üçün üçüncü nəsil kompüterlər meydana gəlir. 25-ci sualda ikinci nəsil kompüterlərin element bazası tranzistorlardır. Onlardan əvvəl olub elektron lampalar. Ona görə də elektron lampadan tranzistora keçid. 26-cı sual isə yenə 25-ci sual kimidir. Birinci nəsil kompüterlərin element bazası olub. Birinci nəsil kompüterlərin element bazası olub elektron lampalar. 27. Neumann arxitekturalı kompüterin mərkəzi strukturuna aid olanları seçməliyik. Neumana görə kompüter iki hissədən ibarətdir. Mərkəzi və periferiya hissəsi. Burada struktura aid olan, deməli, bizdə var idarəetmə qurğusu, hansı ki, mərkəzi hissədə mikroprosesorun daxilindədir. Daxili yaddaş qurğuları, hansı ki, bu da mərkəzi hissədə RAM və ROM olmaqla təsnif olunur və hesab məntiq qurğusu yenə də mərkəzi hissədə mikroprosesorun daxilindədir. Driver, anaplat, əməliyyat sistemi bu Neumann arxitekturasına aid olan fraqmentlər deyil. 28. Biz bilirik ki, Neumann arxitekturasının 4 əsas prinsipi var. İndi bu prinsiplərdən biz aid olmayanları seçəcəyik. Baxın, olmayanlar. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur. Bu doğrudur. Belə bir prinsip var. Kompüterdə eyni zamanda bir neçə istifadəçi istifadə edə bilər və yaxud da işləyə bilər. Belə bir prinsip yoxdur. Kompüterin işi proqramla idarə olunur. Bəli, Neumann arxitekturasının prinsipləri içərisində deyilir ki, kompüter proqramla idarə olunan avtomatdır. 4-cü bənddə qeyd olunur ki, verilənlər aparat səviyyəsinə təyin olunur. Bizdə amma səviyyənin, belə deyim, əsas prinsiplər əsasında qeyd olunur ki, verilənlərin təyin olunması aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Kompüterlər lokal şəbəkələrdə əlaqələndirilir. Belə bir prinsip də yenə yoxdur. Kompüterlər ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Bəli, doğrudur. Kompüterin işi qrafik interfeysə əsaslanır. Bu isə əsas xüsusiyyətdir, amma prinsiplər arasında buna toxunulmur, yəni qeyd olunmur. Sonra qayıtdıq 29-cu suala. Hansı əlamətə görə elektron hesablanma maşınları təsnifata bölünmür? Deməli, qabarit ölçülərinə və məhsuldarlığına görə superkompüterlər, böyük, orta, mini mikrokompüterlər, işləmə prinsipinə görə analog, rəqəmsal, hibrid, təyinatına görə universal, problem yönlü və ixtisaslaşmış, yaranma mərhələlərinə və element bazasına görə nəsillərə bölünür, amma əməliyyat sisteminə görə təsnif olunmur. Əməliyyat sistemi səviyyəsində uyğunluq var, amma əməliyyat sisteminə görə təsnifat yoxdur. Periferiya qurğularının yerinə yetirdiyi funksiyalarına aid deyil. Periferiya qurğuları, dostlar, xarici yaddaş qurğuları, daxil etmə, xarici etmə qurğuları və idarə etmə pultudur. Verilənləri emal etmək prosesorun işidir. Prosesor isə mərkəzi hissədə olduğuna görə periferiya qurğularının təyinatında verilənləri emal etmək yoxdur. 31-də müasir kompüterlərdə hesab məntiq əməliyyatlarını aşağıdakilərdən hansını yerinə yetirildiyi soruşulur. Hesab məntiq qurğu və idarə etmə qurğusu mikroprosesorun daxilində olduğuna görə hesab məntiq əməliyyatlarını mikroprosesor yerinə yetirir. 32-ci sualdan qeyd olunur ki, kompüterin əsas xarakteristikalarına aid deyil, baxın, deyil sorulur. Yaddaş tutumu əsas xarakteristikasıdır. Əmrlər sistemi əsas xarakteristikasıdır. İstehsal olunan kompaniya belə bir xarakteristika yoxdur. Xarici qurğuların sayı belə bir xarakteristika yoxdur. Hesablama dəqiqliyi, prosesorun dərəcəliyidir, belə bir xarakteristika var. Təsvirlərin keyfiyyəti isə monitor çox xarakterikdir. 33. Hansı qurğu kompüterdən informasiyanın xaric edilməsi üçün istifadə olunur? Yəni, bizdən çıxış qurğuları istəyir bu sualda. TV tuner, televiziya verilişlərini alıb monitoru ötürmək üçün istifadə olunur. Giriş qurğusudur. Monitor informasiyanın əks etdirilməsi üçün də çıxış qurğusudur. Skaner, kağız üzərində olan məlumatın kompüterə daxil olunması üçün də giriş qurğusudur. Printer, kağız üzərinə çap eləmək üçün istifadə olunur. Çıxış qurğusudur. Trackball yenə mouse kimi, plotter çıxış qurğusudur, web kamerada yenə giriş qurğusudur. Xaric edilməsi üçün oldu 2, 4, 6.
34-cü sualda qeyd olunur ki, kompüterin sistem blokunun tərkibinə daxil olanları müəyyən edin. Baxın, olanlar. Klaviatura sistem blokunun daxilində deyil, videokart sistem blokunun daxilindədir, plotter sistem blokunun daxilindədir, prosesor sistem blokunun daxilindədir, ana plata sistem blokunun daxilindədir, monitor sistem blokunun daxilində deyil, CD-ROM disk oxuyucu sistem blokunun daxilindədir, mikrofon isə giriş qurğusu sistem blokunun daxilində deyil. Xarici yaddaş qurğularını müəyyən edir. Xarici yaddaş qurğuları informasiyanı uzun müddət saxlamaq üçün, üzr istəyirəm, daxili yaddaş qurğuları. Daxili yaddaş qurğuları Neumann arxitekturası mərkəzi hissəsində olan bir blokdur. RAM var, əməli yaddaş, KMOS var, vaxt tarix konfigurasiyanı saxlayır ROM-un tərkibində və ROM var. Qalan digər bölmələr isə xarici yaddaş qurğularıdır. Növbəti, deməli 36-cı sualda bizdə qeyd olunur ki, ana plata üzərində yerləşməyənləri biz seçməliyik. Deməli, bizim 3 dənə qurğumuz var ki, qida bloku, disk sürücüləri və hard disk. Sistem bloku daxilində yerləşsə də ana plata üzərində yerləşmir. Ona görə də sərt disk, qida bloku və disk oxuyucular. Bunlar deməli ana plata üzərində yerləşməyən blokdur. Kompüterin əsas xarakteristikalarına aid olanları seçməliyik. İşləmə sürəti var, 1 saniyədə yerinə yetirdiyi əməliyyatların sayı, yaddaşın həcmi var, yaddaşda olan informasiya maksimum miqdarı, kompüterin çəkisi yoxdur, universallığı yoxdur, iş etibarlılığı var, müəyyən şərtlər daxilində və müəyyən vaxt ərzində öz imkanlarını qoruyub saxlaması, proqram uyğunluğu, aparat uyğunluğu, bunlar uyğunluq səviyyəsində, uyğunluq nöqteyi nəzərdən təsnifatı, qabarit ölçüləri isə yenə də kompüterlərin təsnifatıdır. 38-ci sualda bizdə qeyd olunur ki, aşağıdakı mülahizələrdən hansı doğrudur? Monitor informasiyanın əks etdirilməsi üçün də çıxış qurğusudur. Mikrofonun səsin elektrik siqnalına çevrilməsi təmin edən giriş qurğusudur. Bəli. TV-tuner televiziya verilişlərini alıb monitora ötürmək üçün istifadə olunur. Bəli. CD-ROM bayaq qeyd elədik ki, ana plat üzərində yerləşməyən blokdur. Bu xaric etmə qurğusu deyil. Klaviatura daxil etmə qurğusudur. Bəli. Web kamera isə video görüntünü daxil etmək üçün istifadə olunur. Giriş qurğusu, çıxış qurğusu deyil. Növbəti 39-cu sualda çıxış qurğularını bizdən müəyyən etmək soruşulur. Printer çıxış qurğusudur, bizdə monitor çıxış qurğusudur, plotter çıxış qurğusudur, proyektor çıxış qurğusudur, skanner girişdir, klaviatura girişdir, web kamera girişdir və sıçan girişdir. Və özləri ardıcıl burada qeyd ediblər. Növbəti 40-cı sualda biz daxil etmə qurğularını seçirik. Deməli, printer çıxış qurğusudur, skanner girişdir, monitor çıxışdır, klaviatura girişdir, plotter çıxışdır, web kamera girişdir və qrafik planşet bizdə giriş qurğusudur. Çox vaxt tələbələr soruşur ki, bəs mənim monitorun ekran klaviaturası açıb daxil edə bilərik. O niyə belə deyim, giriş qurğusu sayılmır? Sizdən əgər soruşulsa ki, sensor monitorlar və yaxud da touch screen monitorlar, siz o halda onu giriş qurğusu olaraq götürə bilərsiniz, amma normalda təklikdə monitor çıxış qurğusu hesab olunur. 41-ci sualda biz düzgün variantları seçməliyik. KMOS yaddaş enerjidən asılı olmayan yaddaşdır. Bəli, ROM-un daxilindədir. ROM enerjidən asılı deyil, ya enerjidən asılı deyil. Funksional baxımda yaddaş 2 hissəyə bölünür, daxili və xarici. Burada 3 hissə deyil, bu səhv variantdır. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda qurulur. Bəli, flash card, CD-lər, DVD-lər. Əməli yaddaş icra olunan proqramları saxlayır. Bəli, hal-hazırda aktiv olan proqramlar RAM-dadır. Xarici yaddaş işləmə sürəti yüksək, tutumu isə nisbətən kiçikdir. Əksinə, işləmə sürəti aşağıda, amma tutumu nisbətən yüksəkdir. Ona görə də 1, 3, 4-cü variantlar bizdə doğru variantlar olacaq. 42-ci sualda deyir ki, doğru təklifləri biz müəyyənləşdirməliyik. Hər bir kompüter mərkəzi və periferi hissələrdən ibarətdir. Bəli, Neymana görə xarici qurğular kompüterin işləməsi üçün vacibdir. Əksinə, mərkəzi hissədə olan qurğular, yəni daxili yaddaş qurğuları və mikroprosesor kompüterin işləməsi üçün zəruri olan fraqmentlərdir. Hesab məntiq qurğusu idarəetmə qurğusunun idarəsi altında işdir. Bəli, doğru hökmdür. İnformasiya əməli yaddaşda emal olunur. Xeyr, informasiya registr yaddaşda emal olunur. Mərkəzi hissə ilə periferi hissələri arasında əlaqəni sistem interfeysi yaradır. Bəli, bunu bəzən deyirək biz şin. Verilənlər ünvan əmrlər şəklində 3 növü var. Kompüterdə hesab məntiqi əməliyyatları mikroprosesor yerinə yetirir. Bəli, idarəetmə və hesab məntiqi əməliyyatlarını mikroprosesor yerinə yetirir. Bütün yaddaş qurğuları kompüterin mərkəzi hissəsinə aiddir. Səhv hökmdür. Xarici yaddaş qurğuları kompüterin periferiya hissəsindədir. 43-cü sualda. Deməli, burada qeyd edir ki, uyğunluğu biz müəyyənləşdirməliyik. Prosesorun hansı əməliyyatları yerinə yetirdiyi, əmrdəki operantların sayı,
əmrin formatını müəyyən etmək üçün istifadə olunur. Baxın, elə əmir sözünün dediyinə görə olacaq bizdə əmrlər sistemi 1-ə gedəcək Y. 1-ə Y gedən 2 dənə variantımız var. Kompüterin yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarı. Burada elə söhbət kompüterin yaddaşından gedir. Ona görə də yaddaş 2-yə də gedəcək C. 1-ə Y, 2-yə S, deməli 3-ə qalır D variantı. Prosesorun 1 saniyədə yerinə yetirdiyi toplama, göndərmə, müqayisə kimi əməliyyatların sayı ilə təyin olunur kompüterin işləmə sürəti. Demişik ki, 1 saniyədə yerinə yetirilən əməliyyatların sayı bizdə prosesorun haqq tezliyidir, bu da kompüterin işləmə sürətidir. Ona görə düzgün cavab olacaq bizdə C variantı. Prosesorun daxili oyuqları necə adlanır? Registr oyuqları, bunu da dərsdən biz mütləq şəkildə buna nəzər salmışdıq. Və ən sonuncu sualımız video yaddaşı üçündür. Video yaddaş monitordakı görüntünü yadda saxlamaq üçün nəzərdə tutulan bir yaddaşdır. Deməli, bu video kartın tərifinə çox vaxt tələbələr səhv salır. Burada məsələn çox tələbə B götürür monitorun ekranında video təsvirlərin canlandırılması üçün. Deməli, prosesorda ötürülən cavab olacaq Y variantı. Monitorun ekranına çıxarılan qurlaşdırılmış video təsvirləri saxlamaq üçün. Baxın, biz bilirik ki, yaddaş qurğularının təyinatı informasiyanı saxlamaqdır. Yəni, saxlanılma olan cavab elə bizdə video yaddaşın tərifi olacaq. Və 46-cı sualdan artıq alqoritm başlayır. O növbəti hissənin sualıdır. Bu hissədə biz 23-dən 45-ə qədər analiz etdik. Nə sualınız olursa, həm dərsdə, həm aşağıda qeyd edə bilərsiniz. Cavablandıracağım.